Yeni il süfrələrinizi bəzəyəcək çox gözəl və ləzzətli şam ağacı salatının hazırlanmasını paylaşıram. 2 ədəd toyuq filesini xırda-xırda doğrayırıq. Əgər filə iridirsə 1 ədəd də götürə bilərsiniz. 4 ədəd yumurtanı, 250 qram Holland pendirini də rəndənin iri gözündən keçirdirik. 3 ədəd duzlu xiyarı da xırda-xırda doğrayırıq. Bütün ərzaqları bir qabın içərisinə əlavə edib, sonda da 2 dəstə şüyüdü xırda-xırda doğrayıb, şüyüddən biraz götürüb salata əlavə edirik və qalan hissəsini saxlayırıq üzərini bəzəmək üçün və zövqə görə duz, mayonez vurub salatı qarışdırırıq. Salatdan biraz götürüb əllərimizlə şam ağacı formasını veririk. Məndə 8 ədəd orta ölçülü şam ağacları alındı və sonda da bu şam ağaclarını peçenyələrin üzərinə qoyacağıq. Mən şirin olmayan sport peçenyələrindən götürmüşəm. Əslində krekerdən də istifadə edə bilərsiniz, amma mən yumru formada kreker tapmadığım üçün məncə ən ideal variant elə sport peçenyeləri idi və sonda da şüyütə bulayıb nar dənələri ilə bəzədim. Çox gözəl, möhtəşəm bir salat alındı. Mütləq yeni il süfrələrini bəzəmək üçün bu salatdan hazırlayın. Əgər videomu bəyəndinizsə, like edib kanalıma abunə olmağı da unutmayın dostlar. Gələn videolarımda görüşənədək inşallah hələlik.